Salam əziz dostlar, hörmətli kanal izləyiciləri, hər birimizi kanalımızda xoş gördük. Bugün mən Tərlan, sizləri Binə qəsəbəsindən salamlayıram. Gününüz uğurlu olsun inşallah. Ya Allah, əziz dostlarım, bu günləri həqiqətən şəxsi özünə tikilmə çox gözəl bir evin çəkilişinə gəlmişəm. Mənim uşaqlıq dostumdur, canım, qardaşım, dostum. Yəni uşaqlıqdan bir yerdə böyümüşük, bir yerdə oxumuşuq. Hal-hazırda yanımdadır, öz evini satışa çıxardıb. Digər bir evin alışı ilə bağlı 4 otaqdır, 3.6 sot, 135 kvadrat paket kupçalı, nəqd və ipoteka ilə əldə edə bilərsiniz. Yəni bu evin tikilişini əvvəldən axırına qədər mən burada iştirak eləmişik, günlərimiz keçib. Doğrudan da yəni dostlar, qardaşa qismət olması evdir. İndi bir hamısını deyəcəm, biraz video uzun ola bilər. Həyət doğrudan çox genişdir. Jalüz qapısı, avtomatik jalüz qapı, avtomatik işıqlandırılma həyətdə, ayrıca giriş qapısı, həyətin sanitar sanuzeli təmirsizdir, belə vaxt çatmayıb, ona görə təmir eləməyib. Burada həyət budur. 2 dənə əlavə şambosu var, mətbəx üçün ayrıdır, sanitar sanuzeli üçün ayrıdır. Evin arxasından başlayayım, bir dənə çəkim göstərim sizə. Biraz video uzun ola bilər. Biraz istəyirəm ətraflı məlumat verim sizə. Evin arxasından keçirik. Buradan da otaqları göstərəcəm içəridən. Yəni hündürdür. 2.60 hündürlüyü var. Evin arxasında mənim dostum, əzizim 5 metr əlavə yer saxlayıb. Fikir verirsiniz. O 5 metr yer saxlayıb burada. Gələcəyinə burada hovuz da salmaq olar. Yəni heç bir pəncərədə baxmır, eləmir, ancaq öz evinin pəncərələri baxır. Evdəki kurqon, belə deyim, hamısı mala ilə malalanıb. Keçək evin altı ilə tanış olaq, sonra otaqlara keçək. Ev ümumi monolitdir, istipoldur və əlavə olaraq, bax, bu yanda tikilən ev var, görsə, o da bizim dostumuzun da özü üçün tikir. O ev kimi kəmər gedib bu evdə də. Bütün kurqon kəmər gedib. Fundamenti də kəmərdir. Burada kombi, su sistemi, hamısı yığılıb pələkanın altına. Bir dənə buranın çəkim sizə göstəreyim. Yəni, mətbəxlə sanitar sanuzeli üçün əlavə bit minutkadır. Kombi də sırf istipola istifadə olunur. Əgər sabahları hər hansı bir problem olsa, yəni evin kombidən də qızdırmaq mümkündür. Bütün sistemi çox ideal şəkildə yığılıb. SP motoru ilə, yəni bunda biz təzyiq ölmür. Şirin sudakı daim var, yəni hər zaman var. Əlavə su bakı da qoyulub. Bu da bizim evin altı, çox genişdir, hündür. Betondakı çox gözəl səviyyədə verilib. Bir dənə otaqları göstərim burada. 3 otaqdır, daha busuları keçməyəcəm. Bu birini göstərsəm kifayət edir. Hündür otaqlardır. Bura rahat bir 2 dənə maşın rahat daxil olur da. 4-ün 13-ə. 4 metr təmiz enidir, 13 də uzunluğu. Qalxa evə inşallah. Həyətin bir dənə tamet işi qalıb. Kimsə istəsə indi bu ərazidə bisetka qura bilər. Məsələn, bu ərazidə, giriş hissədə qazonluq eləyə bilər. Qıraqlarda gül çəkmək olar. Məsələn, pələkanı yığmaq lazımdır. Bunları vaxta görə çatdıra bilməyib dostumuz. Amma evin tikilişinə söz yox. 5-6 min lazımdır ki, bir dənə bu həyət bacanı yığıb düzəldirsən. Və buranın da əlavə giriş qapısı 2 dənədir. Biri plastikdən, daxil olduğum istipon tənzimləyiciləri burada. Və evin əsas giriş qapısı ağır qapıdır. Yəni, hazır alınma qapılardandır. Doğrudan da çox moşnu qapıdır. Ya Allah, salam aleyküm, xoş gəlmişsiniz. Bizim dəhliz, ümumi istipol, işıqlandırılma zaten bəllidir. Evin elektrik işıqları görülüb. Bu da damafon yeridir. Burası da qoymayıb damafon. Mətbəx əsasən evdə xanımların ən çox vaxt keçirdiyi məkan mətbəx. Geniş, işıqlı, hündür. Qəşəm mebel yığılıb. Ev əşyası satışdadır. Bu qaz peçidir, aspiratordur. Bunlar zaten bəllidir qalıcı. Optik internet nə qədər var. Əlavə kondisioner xətti çəkilib.
şəbəkədir. Yəni belə deyim də, panorama pəncərədir. Jalüz qoyulub, yeni nəsil jalüzlərdən. Bura bizim mətbəx. Çox gözəl. Və zalımız. Zal da genişdir, böyükdür. Burada da gizli işıq, lüstür. İstipoldur burada. Bura aydın oldu. Zalla üzbəüz. Yataqlar çox böyükdür. Fikir verin. Bura hələ belə deyim də, balaca yataqdır. Bizim nəzərimizdə. Balaca 4 doğrudan çox genişdir. Və keçirik digər yatağa. Bir dənə buranı da çəkək. Və buradan, o bayaq deyirdim ha, pəncərə. Bax, evin arxası. Yəni, sabahları burada hovuz tikmək olar. Nə bilim, əlavə kim nəsə elə istəsə eləyə bilər. Burada bax, 2 dənə çarpayı qoyulub. Yetərincə geniş yer qalıb. Kompüter stol qoyulub. Şifaner qoyulub. Yəni, geniş yer qalıb. Hələ burada uşaqların otağıdır. Burada böyük yataq otağıdır. Geniş. Hər otağında kondisioner xətti çəkilib. Yəni, bunlar nəzərə alınıb. Və burada sanitar sanuzelimiz. Əlavə olaraq burada şifaner qoyulub. Güzgü havalandırı yığmaq üçün. Və sanitar sanuzelimiz genişdir. Bütün əşyaları hamısı yerində. Aksesuarlar qoyulub. Asma tavan. Havalandırma da var. Prosta səsə görə havalandırmanı söndürmüşdüm bayaq. Belə əzizlərim, ev yerləşir Binə qəsəbəsində, 117 nömrəli məktəbi tam yaxınlığında, çox gözəl bir yerdə. Məhəllənin, belə deyim də, mərkəzi işıqlandırılması var, yolu asfaltdır. Uşaq zəngdə, belə deyim, tənəffüs vaxtı evə gəlsin, çay içsin, çölə girsin, getsin. Yəni, çox yaxın bir ərazidə yerləşir. Evdəki şəxsi evdir. Kim istəsə, inşallah əlaqə saxlasın. Qiymət ekranda göstərilib. Start qiymətidir. Real alıcı ilə razılaşma olar inşallah. Sağ olun, sağlıqla qalın. Növbəti çəkilişlərdə görüşməyə ümid edirəm. Sağ olun, əzizlərim.